Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Salam Müski Xəbər Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. Həmişə olduğu kimi bugün də çəkiliş qrupumuz öz ənənəsinə sadiq qalaraq Şəhidlər Xiyabanını ziyarət edir və şəhidlərin ruhunu yad edir. Bugün çəkiliş qrupumuz Mingəçevir şəhər. Bəli, hörmətli tamaşaçılar, indi hal-hazırda gördüyünüz kimi biz Mingəçevir Şəhidlər Xiyabanındayıq. Ərazi bütövlüyü uğrunda canlarından keçmiş, tarixə öz qanları ilə tarix yazan şəhidlərimizi yad edirik. Selamünaleyküm. Allah rəhmət eləsin. Kərimov Şahin Heydaroğlu'nun məzarı önündəyik. Bəli, vətən üçün doğuldum, vətən üçün şəhid oldum. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Şahin Kərimov bizim şəhidimizdir. Yəni Şahin təkcə sizdən getməyib, eldən gedib. Öz şəhidimizlə, öz şəhid balamızla hər zaman necə deyərlər, uca gəzin, başı uca gəzin. Şahin haqqında bizə nə deyə bilərsiniz? Şahin haqqında, Şahin 93-cü ildə itkin düşdü. 93-cü ildə. Elə bir Kəlbəcərdə Murovdağ deyilən yer var, orada qulluq eləyirdi. Oradan Kəlbəcər qaça-qaçında hamı gəldi, amma onların zastavaları gəlmədi. Sonra ən axırda Kəlbəcərdə onlar çıxır. Ən axırda da çıxanda kətdə qalan qocanı, qoldu, hamısını 80 nəfər. Onlar bir də bunların dəstəsi. Gəliflər Murovdağla aşsız, qar yəyə, aşsız gəliflər. Meydan çay deyilən yerdə bir görürlər otaq var. Onda mənim oğlum kəşfiyyatda idi. Deyirlər ki, gərək gedib görəsən nədir. Mənim oğlum gedəndə qapını açanda baxdılar ki, ermənidir. Mənim oğlum qışqırıb ki, qaçın, ermənidir. Hərə bir tərəfə daşlara, oraya qaçanda mənim oğlum arxadan gülləyinə vurdular. Elə ayağının altında belə orada qalır. 32 il gözlədim. 32 ildən sonra Kəlbəcər alınandan sonra yoldaşları getdi, hardakı vurulmuşdu. Oradan onların nəşrini tapdı. Bəli, bir o, bir də Kəsravetinin sədri Bahadur adında yaşlı, orta yaşlı adam idi. İkisinin elə bir tapdılar, ikisi də bir nəşrləri bir elə 19-unda dəfn elədik. Yəni gözümüz yoldan çəkildi də, bilirsiniz ki, şəhid olub, şəhidlik elə zirvədir ki, amma inanın o zirvəyə hər adam qalxa bilməz. Ən uca zirvədir, fəxr edici, qürur verici zirvədir. Allah rəhmət eləsin. Ağdavanda da vuruşub, oradan ayağından yara alır bir dəfə. Gəlib Gəncədə hospitalda yatdı, nə qədər saxlaya bilmədi. Deydi, mən qaydacam yoldaşlarımın yanında. Elə getdi, belə şəhid oldu. 32 il itkin düşdü. İtkin düşəndən sonra 3 ildə tapdılar, təhvil verirlər, sağ olsun dövlətimizi. Bilindi ki, bizim uşaqdır. Fevralın 19-unda getdik, dəfn elədik. Allah rəhmət eləsin. Sağ olun, var olun. Çox sağ olun. Bəli, hörmətli izləyicilər, 2020-ci il sentyabrın 27-sində Ermənistan silahlı qüvvələrinin cəbhə boyu geniş miqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan ordusu sonradan Dəmir Yumruq adlandırılan əks hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandam İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı. Allah rəhmət eləsin. Oğlunuzdur da sizin. Oğlunuz haqqında nə deyə bilərdiniz? Qısaca da olsa bizə məlumat verərdiniz. Oğlum haqqında nə deyə bilərəm ki, mən oğlumda bütün ən yaxşı xüsusiyyətlər hamısında birləşmişdi. O mənim başımın tacıydı. Ağzımın dadıydı, nəfəsim idi. Və hər şeyim kəsilib. Nə bilim, belə daha hər gün buradayam. 5 il, 4 ayda buradayam hər gün. Bir gün gəlməsəm dayanamıram. Məsələn, keşişim olub, gedən gününə qədər işləyib, dilənə qədər dənizdə, balıqda işləyirlər, oradan gəldi, getdi, işte, müharibəyə getdi. Can atırdı, çox can atırdı. Dənizdən birdən gəlirdi, gördü ki, televizor açıqdı, prezidentimiz çıxış edir. Onun qabağında dayanıb, əllərini belə-belə, Xalildəki sənət prezident onlar sənin qadınlarının başına dönüb. Müharibə qutarmamış, məni də apar. Nə bilim, elə deyə getdi, qurban olum Allah'ın deyirəm, 9 yaşından işləyib, mən çörək qazanıb, əl-ələ verib, dolanmışım, ata çörək yemir. Mən də ölən gülümə qədər gəlib ondasın, hər gün verib gedəcəm. Çox danışmaq olar, həyəcanlanıram, danışa bilmirəm, elçidəsə danışmaq olar ki, şəhidlər haqqında hamısı canım qurban, hamısı bir-birindən yaraşıqlı, hamısı eyni kasıb ailədən çıxan uşaqlardır, hamısı qürurlu, mərd, cəsur, hamısı vətən deyə getdilər, vətən uğruna canlarını qoydular, qurban olum Allaha. Allah hamısı yerini cənnət məqamını uca eləsin. O deyirləri, Allah rəhmət eləsin, amma şəhidlərə rəhmət demək olmaz. Rəhmət hər adama oxuyursa rəhmət, amma şəhidlərə ancaq məqamları uca olsun, məkanları cənnət olsun, ruhları şad olsun. Şəhidlərin sözləri budur. Həqiqət deyirlər ki, şəhidlər ölməyib, deyirlər. Birdən mənim acığım tutur ki, ölməyiblərsə hanı gəlsin, çıxsın da. Ya birdən də deyirəm ki, həqiqət deyirəm. Ben elə şeylərlə rastlaşıram ki, deyirəm ki, məni görür, belə eləyir. Bəli, ruhları görür, əlbəttə ki. Hər şeyi görür, ruhları hər şeyi görür. Evliydi mi? Yox, subay idi, subay idi. Elə həmişə deyirdi ki, mama məni evləndir, mama məni evləndir. Dedim, yaxşı, müharibə qutarsın, o da alınmadı, qurban olum Allaha, qismət buymuş deməli. Çox sağ olun, xanım. Sağ olun. Gəlin, ana siz də gəlin, Şəhid ana. Gəlin ana. Bəli. Cənnətdəki 6-cı mevruda oldu. Aha, gəlin bakalım. Allah razı olsun. Gel. Allah şəhidlərimiz rəhmət etsin, hamısına yerləri cənnət olsun, əlbəttə ki. Yəni, bəlkə də evli olsaydı onun övladından, onun qoxusunu alardınız övladından. Bəlkə inşallah cavab verməsəm lap yaxşı olar. Bəli, çox İnşallah çətindir. çətin, həqiqi çətindir. Çox çətinlik çəkərdik. Gözünüz amma yoldadır. Gözüm yoldadır. Ben hep gözledim ki bu saat gələcək. Bir dəfə qapı döyüləcək. Hər gün ümidlə yaşayıram. Ümidlə yaşayıram, amma yoxdur. 30 ildir. Balasını tezə tapdılar, gətirirlər, dəfn edirlər. Yoxdur, gəlmir. Oradan hələ heç kim qayıtmayıb. Heç kim qayıtmayıb hələ oradan. Amma bir ana kimi elə bil hər gün oturursunuz maskamiyada. Elə bilirsiniz ki, indi balanız gələcək. Bura Amma gəlirəm, balanız görür bura sizi. gəlirəm, bu qədər belə yaxşı oluram, həqiqi yaxşı oluram. Həqiqi yüngülləşirəm. Ziyarətgahdır da, bura bir. Hə, ziyarətgah var. Məsələn, bir gün o ananı gördüm, biraz mənə təskinlik gəldi. Bax, bu ananı da görmüşsün, gəlirəm ki, məsələn, atalarımız oturub, onlara baxıram, deyirəm, dərd otaqlarımdır, bunlar da mənim. Onlar da gəlirlər. Orada görəndə yenə biraz həm təskinlik tapıram ki, məsələn, tək mənim dönəmdə, məsələn, gör nə qədər şəhidlər var, hamısı gəlirlər. Bura ziyarətdir bura. Burada həqiqi mənim ruhum dincəlir. Burada mənim ruhum dincəlir. Allah hamısının məqamını uca məkana cənnət eləsin.
Yox, yox. Bəli. Ana da indi təzəlikçi dəfn olub, 40 təzə çıxdı. Bu da hər gün ucu buradadır. Bayaqdan bilmirdi yerini, yurdunu. Ananın gözü yoldan çəkildi. Gözü yoldan, əlbəttə ki. gözü yoldan girmişdi. Hamısına Allah razı olsun. Amin, amin. Hələ tapılmayan şəhidlərimiz çoxdur. Allah hamısını. Mənim kimi anaların Amin, amin bacım, amin. Biz amin. özümüz 102 xəbər, Inform xəbər olaraq, yəni bizim müəllimimiz, rəhbərimiz Azər Xudayaroğlu, o özü də şəhid qardaşıdır. Yəni Gəncədə ilk şəhid xanımımız Məxluqə xanımın qardaşıdır. Yəni bizim mövzularımız öz sadiq ənənələrimizə həmişə sadiq qalırıq. Biz şəhidlərdən ilk növbədə hansı rayona ezam olunanda ilk növbədə biz şəhidlərlə bağlı çəkilişlər eləyirik, şəhidlər ailələrini gəzirik, onlarla yaxından tanış oluruq və qəhrəmanlarımız haqqında qısaca da olsa məlumat alırıq, sujetlər çəkirik. Sağ olun, Yəni Allah bizim köməyiniz Azər olsun. müəllim də özü şəhid qardaşıdır. Bilər, başqa bir orada tədbir olub, orada görmüşəm, adını eşitmişəm, Bəli. belə ola bilər. Bacımız İşte yəni hamı- şəhiddir. bəli. Balalarımız bizi birləşdirib, bütün Azərbaycan şəhid anaları hamımız biz birləşmişik. Biz hamımızın dərdimiz eynidir, eyni hissi yaşayırıq. Qurban olum Allaha. Allah köməyiniz olsun. Hamısını Allah əmanət vermişdi. Mənim üçün 33 il, 12 il əmanət vermişdi, o birisini 18 il əmanət vermişdi. Mənim əmanətlərimi də saxlayın. Vaxtı çatanda Bəli. mən aparacağım yanıma. Ən gözəl zirvədə də onlar. Onlar ən gözəl Ben anı yerdədirlər. edirəm ki, ən gözəl Ən zirvədə, gözəl ən yerdədirlər yüksək onlar. Ən zirvədədir. yüksək zirvədədirlər onlar. Bəli. Bu zirvəyə nə qədər insanlar çalışsa da çata bilməzlər. Heç vaxt. Bəli, bəli. Onların alnlarına o yazın. Ona görə deyirəm ki, Allah hərəyə bir dənə vaxt verib ki, vaxtı gələndə mən bunları sizdən aparacağam. Gedirsən bazara, alman yaxşısını seçsən, kartofun yaxşısını seç, hər şey yaxşısını seçsən. Qurban olum Allah da hamısını yaxşıları Çox sağ olun. seçdi, apardı öz yanına. Siz də Çox sağ olun. Sağ olun. Allah köməyiniz Minnətdarıq, olsun. sağ olun. Allah razı olsun. Allah rəhmət etsin. Bəli, hörmətli tamaşaçılar, gördüyünüz kimi bir şəhidlər xiyabanını da ziyarət elədik. Allah şəhidlərimizə rəhmət etsin. 102 Xəbər Info və Inform Xəbər TV-nin baş direktoru Azər Xudayaroğlu, müxbir Şəlalə Cəfər qızı, informator Röyal Niyazioğlu. Mingəçevir.